Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugün sizi elə bir həyət evi ilə tanış eləyəcəm ki, belə bir evlərdə həmişə videonun əvvəlində qeyd edirəm ki, cəmi bir gün ərzində satılası evdir. Həqiqətən də dediyim kimi də olur. Nəinki bir gün, elə bir saat ərzində evimiz artıq satılmış olur. Çünki ev o qədər gözəl evdir ki, hazırda bu qiymətə ancaq boş evlər satılır. Amma bu evin içində hər şey var. Evin yerləşmə yeri Maşdağa qəsəbəsidir. Maşdağada Xəyal bazarının tam yaxınlığında 209 saylı orta məktəbin yaxınlığı və 172 nömrəli marşrutda cəmi 20 metr məsafədən keçir. Sənədimiz evin də torpağında kubcasıdır. Qazı, suyu, işığı daimi fasiləsizdir. Kommunallarının hamısı var. Həyətimiz tamit daşlarından döşənilib. Evin padvalına girişi var. Kombisi evin həyətindədir. Ətrafına keçmək üçün sağ tərəfdən zaborla məsafəsi saxlanılıb. Çardağada girişi var. Evin həyətinə maşın rahatlıqla daxil ola bilir. Hər bir tərəfi yaşayış olan yerdir. İndi isə gəlin keçək, evimizin daxili ilə də sizi tanış edeyim. Ev ümumilikdə 3 otaqdan ibarətdir. 3 otaq 100 kvadratdır. Dəhliz sistemli evdir. Dəhlizə daxil olduqda sağda gəlir mətbəximiz. Solda isə gəlir geniş bir qonaq otağı. Ev tam hazır giryaşadır. Mətbəx mebeli, hamam sanitar qovşağın aksesuarları, kombisinə qədər hamısı qoyulub hazırdır. Bura geniş bir qonaq otağımızdır. Pəncərələri yerdən olan hamısı şəbəkə pəncərə. Evin 4 bir divarı qoşadaşdır. Altı betondur, üstünün də kəməri var. Bura evimizin yataq otağıdır. Ünvanını da bir daha qeyd edirəm. Maşdağa qəsəbəsi. Xəyal bazarının tam yaxınlığı. 209 saylı orta məktəbin yaxınlığı. Qapını açırsınız, marşrut da evin qapısından keçir. Sənədi həm evin, həm torpağın kubcası. Evin qiyməti isə 88.000 manatla satışa çıxıb. Kim alacaqsa Allah həm alana, həm də satan müştərimizə xeyrini versin inşallah. Çox gözəl evdir, almağa da dəyər. Bu da hamam sanitar qovşağı. Mətbəxi də göstərim, bununla da videomuzu tamamlayaq. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Rəylər bölməsində də ev və təqdimatımız barədə öz fikrinizi qeyd edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər, göz haqqınızı halal edin. Bu da sonuncu mətbəximizdir.